Salam əziz izləyicilər. Bu günlərin biz möhkəm və mütəşabih ayələrlə bağlı, möhkəm və mütəşabih nədir, nə mənadadır, bununla bağlı qısa danışacağıq. Möhkəm sözü həkəmə sözündəndir. Mane olmaq, qadağan etmək mənasındadır. Yəni oradakı məsələn hər hansısa bir məsələ ilə bağlı qazi gəldi ki, hökm verdi. Yəni artıq məsələ dəqiqləşdi. Qıraqdan nəsə bir şey nüfuz eləyə bilməz. Kəlamda, cümlədə biz o vaxt ona möhkəm deyirik ki, oradakı məna və ləfz ancaq eyni. Yəni ikinci bir fikir yoxdur. Dəqiq bir dənə fikir var ortalıqda. Ona biz deyirik ki, möhkəmdir. Bu cümlə, bu söz möhkəmdir. Hansısa bir söz ləfz olaraq hansısa bir ikinci bir anlam gətirmir. Məna olaraq ikinci bir məna anlaşılmır. Biz buna deyəcəyik möhkəm cümlə. Quran ayəsində də məsələn bir ayədir gəlib. O ayədə görürsən ki, məsələn kəlmədir. Bunun ancaq bir mənası var. Başqa bir dənə məna düşünülmür. Və yaxud məsələn bunun ləfz olaraq buradan bir anlam çıxarılır. Ləfzi budur ancaq. Artıq biz ikinci bir nəsə götürməyəcəyik. Buna biz möhkəm deyəcəyik. Mütəşabih də şübhə sözündəndir. Yəni oxşarlıq. Gəlib ayə məsələn ləfzdir. O ləfzdən 2 dənə, 3 dənə oxşar nəsə çıxarmaq olur ortalığa və yaxud mənadır 2 dənə, 3 dənə məna çıxarmaq mümkündür. Biz həmin ayəyə gəlib deyəcəyik mütəşabih ayələr. Bəs Quranda niyə mütəşabih ayələr var? İnsanlar gəlirlər, yollarını azırlar, fərqli məzhəblər çıxır ortalığa. Fəxr Razi bunun fərqli səbəblərini gətirib. Düzdür, əlbəttə bu gətirdiyi açıqlamalar hamı tərəfindən qəbul olunmur. Daha doğrusu bu cür açıqlamalara iradlar çox ola bilər, amma hər halda bu açıqlamaları deyəcəm. Ondan sonra digər fikirlərdə deyəcəm, ondan sözümü tamamlayacağım. Deməli, gəlir deyir, bir fikir bunu bildirir ki, deyir, axirət savabıdır. İnsanlar gəlir, mütəşabih ayələrlə bağlı düşünürlər, təfəkkür eləyirlər və ömürlərini sərf eləyirlər buna, axirət savabı qazanırlar. İkincisi budur ki, hər bir insanın müxtəlif həyat tərzi var və ayə qısa konkret bir məna daşısaydı, məsələn, hansısa bir şəxsin həyatı ilə bir ziddiyyət təşkil edəndə artıq Qurana qarşı çıxacaqdılar ki, yox, bu cürə olmamalıdır. Bir səbəbi budur. Əlbəttə, yenə də deyirəm, bunlara çoxlu iradlar var. Yəni, tam olaraq bunlar deyil, sadəcə Fəxr Razinin fikirlərini demək istədim. Digər üçüncüsü deyir ki, insanların düşünmə qabiliyyətini artırır. Yəni, Quran insanlar üçün bir şərait yaradır ki, insanlar düşünsünlər, fikirləşsinlər, bir rahat halva olmasın da insanlar üçün. Özlərinə bir əziyyət verib düşünsünlər. Dördüncüsü budur ki, bir sıra elmlərin öyrənilməsinə səbəb olacaq. Yəni, ayədir oxuyur, oxuyan şəxs məcburdur gedib, lüğət elmini oxusun, sərf oxusun, nəhv oxusun, özünü biraz əziyyətə salsın və gəlsin sonra burada Allah nə demək istəyir, bunu başa düşməyə səy göstərsin. Beşincisi budur ki, deyir ki, hər kəsin öz istedadına görə nəsə götürəcək. Yəni, hərənin fərqli istedadları var və hərə öz fərqli istedadlarına uyğun Qurandan nəsə götürəcəklər. Bu, Fəxr Razinin açıqlaması idi, mütəşabihin gəlməsinin fəlsəfəsi, yəni izah edəcək mütəşabih olmasının səbəbləri bunlardır. Amma İbn Rüşd belə bir açıqlama verib. İbn Rüşd deyir ki, ümumiyyətlə deyir, insanlar 3 dəstədir. Bir dəstə alimlərdir, ikinci dəstədə olan savadsız insanlardır. Üçüncü dəstədə olanlar isə alimlərlə savadsız insanların arasında olan şəxslərdir. Deyir ki, İbn Rüşd deyir ki, alimlər üçün mütəşabih yoxdur. Yəni, alim artıq bilir bu məsələni Quran ayəsinə necə istinad eləmək lazımdır. Bunu necə çıxarış eləmək lazımdır. Bu, alim üçün məlumdur, aydındır. Savadsız insanlar üçün ümumən heç belə bir sual yaranmır, heç irad yaranmır, fikir yaranmır. Sadəcə alim nə deyir, alimin sözünə qulaq asır, onu əməl eləyir.
Amma bu alimlə savadsız insanların ortasında, cərgəsində, arasında duran insanlar üçün suallar yaranır, fikirlər yaranır. Mütəşabih artıq burada ortalığa çıxır. Bu İbn Rüşdün fikridir. Əlləmə Təbətəbai isə deyir, Əlləmə Təbətəbai ki, əslində mütəşabih ayələrin olması çox təbii və normal bir şeydir. Olması zəruridir. Yəni mütəşabih ayələr olmasaydı suallar yaranardı, iradlar yaranardı. Niyə iradlar yaranardı? Deyir, çünki deyir, Quranın maarifi, ilahi dəyərlər, mənəvi məsələlər, bunlar hamısı insanların bir-birləri ilə söhbət elədiyi ifadələrlə insanlara çatdırırlar. Cümlələrlə insanlara çatdırırlar. Məcazi sözlərdən istifadə olunur, bədii sözlərdən istifadə olunur və buna görə də buradan mütəşabih ayə çıxması normaldır. Çıxmasaydı qəribə gələr ki, nəcəb, yəni mütəşabih ayələr Quranda yoxdur. Bu mütəşabihlə bağlı izahlar idi və bir də təvil məsələsində qısaca izahım verək və onunla da söhbətimizi tamamlayaq. Qədim alimlər təvili deyirlər ki, təvil yəni şərh və təfsirdir. Bu cür izah edirdilər. Sonrakı digər müasir alimlər isə deyirlər ki, təvil yəni Quranın zahiri mənası ilə zidd olan bir şeydir. Müasir alimlər belə fikir bildirir, müasir alimlərin bəziləri. Təvili, məsələn, bəziləri deyirlər ki, təvili ancaq Allaha məxsusdur, ancaq Allah hansısa bir ayənin təvilini bilər. Amma belə ümumi qısa deyim ki, şiə alimlərin çoxsu, əksəriyyəti gəlib deyirlər ki, təvil məsələsi tək Allaha məxsus deyil. Yəni, bilgisi çox olan bir şəxs də Quranı təvil eləyə bilər, amma əhl-i-sünnə alimlərin əksəriyyəti deyirlər ki, yox, təvil ancaq Allaha aiddir. Bu qədər əzizlər, inşallah Allah bizləri müvəffəq eləsin və bizim Quran elmləri ilə bağlı ümumi maarifləndirici dərslərimiz bu qədər. Sağ olun, Allah'a əmanət.